Salam əziz şagirdlər. Bugünkü video izahımda 11 yanvar Güvən nəşrlərinin sınaq 8-də düşmüş 9-cu siniflər üçün düşmüş riyaziyyat suallarının izahını verəcəm. Bu riyaziyyat sualları birinci qruplardır. Yəni düzdür, qapalı suallar eyni suallardır. Orada birinci qruplarda isbat məsələsi var. İkinci qruplarda situasiya məsələsində ayrıca video şəklində atacağım. Başlayaq sualların izahına. Birinci sualda nə deyir? Aşağıdakı ədədlərdən hansı 5-ə və 4-ə qalıqsız bölünür? Deməli, biz bilirik ki, uşaqlar, ədədin 5-ə bölünməsi üçün sonu 0 və 5-dən bitməlidir. Ədədin 4-ə bölünməsi üçün son 2 rəqəminin əmələ gətirdiyi son 2 rəqəmin əmələ gətirdiyi ifadə 4-ə bölünməlidir. Məsələn, baxaq, A variantı məsələn son 2 rəqəm 30-dur. 5-ə bölünür, 0-dan bitib, amma 30 4-ə bölünmür. Deməli, A variantı cavabımız deyil. B variantı 12-dir. 12 4-ə bölünür, amma 5-ə bölünmür. Sonu 2 ilə bitib. Məsələn, D variantına 15 5-ə bölünür, 4-ə bölünmür. 45 5-ə bölünür, 4-ə bölünmür. Amma 60 həm 5-ə bölünür, həm də 4-ə cavab olur. C variantı birinci cavab olur C. İkinci sualda ifadəni sadələşdirin. Deməli, bu ifadəni sadələşdirmək üçün tam açmaq da olar və yaxud da ki, A kvadrat tutalım ki, çıx B kvadratından istifadə etmək də olar belə bir həldə. Məsələn, tam açsaq bizə nə verər? Tutalım ki, ifadəni açaq. Sürəti A kvadrat çıxılsın 2AB üstə gəl B kvadrat çıxılsın. Qabaqda mənfi olduğu üçün bu ifadənin açılışı budur. 2BC üstə gəl C kvadrat. Amma qabaqda mənfi olduğu üçün işarələr dəyişir. Üstə gəl 2BC çıx C kvadrat. B kvadratlar islah olur. Məxrəcdə də var. 2B çıx A çıx C bərabərdir. Deməli, sürətdə qalır A kvadrat çıx C kvadrat üstə gəl 2BC çıx 2AB. Məxrəcdə qalır 2B çıx A çıx C. Mən sürəti bu formalı bir ifadəyə gətirirəm. A kvadrat çıx C kvadratını yazıram. A çıx C, A üstə gəl C. Sonra üstə gəlinsin. 2BC-dən də 2B-ni mörtəzə xaricini çıxardıram. Qalır C çıxılsın A. Deməli, C çıxılsın A. Bu C çıxılsın A ifadəsini mənfiyə vursam, burada qalar, plus olar mənfi, çıx olar. Mənfiyə vururam ki, bu A çıxılsın C, C çıxılsın A, yəni bir-biri dəyişsin də eyni ifadə gəlsin. Ona görə bura içəri də olur artıq. A çıxılsın C. Bölünsün 2B çıxılsın A çıxılsın C. Sonra A çıxılsın C'lər ortaq olduğu üçün A çıxılsın C'ni mörtəzə xaricinə çıxardıram yuxarıdan. Yuxarıda qalır A üstə gəl C çıxılsın 2B. Aşağıda da qalır 2B çıxılsın A çıxılsın C. İndi biz sürətə və məxrəcə baxsaq, sürətdə məxrəcin əksi yaranıb. Məsələn, mən məxrəci mənfi 1-ə vursam, məxrəci mənfi 1-ə vuran kimi olur belə. A üstə gəl C çıxılsın 2B. Avtomatik olaraq sürət də mənfi 1-ə vurmalıyam. Burada olan bu ifadə ilə bu ifadə ixtisar gedir. Yuxarıda olur mənfi A çıxılsın C. Bu da olar C çıxılsın A. Cavabımız olur C çıxılsın A. C variantı 2-nin cavabı. Bunu da biraz kiçildək. Digər misalda bizə narahatçılıq verməsin. Belə. Üçüncü misalda bir-birini döndərən 3 dişli çarxın dişlərinin saylarının cəmi 52-dir. Böyük ölçülü çarx 2 dəfə döndükdə orta ölçülü çarx 5 dəfə, kiçik ölçülü çarx 6 dəfə dönür. Böyük ölçülü çarxın dişlərinin sayı neçədir? Biz bilirik ki, uşaqlar,
Məsələn, hər hansı tutalım ki, bu çaxdan, məsələn, belə deyək də sizə. Tutalım ki, fikirləş ki, bu böyük çaxdır. Bu da nisbətən kiçik çaxdır. Yəni, çaxda da belədir, hər hansı valda da belədir. Böyük valın fırlanmasından, tutalım ki, məsələn, remendir bu, ya ipdir, nəsə bir şeydə. Böyük valın fırlanması dövrü az olur, kiçik val daha sürətli fırlanır da radiusuna görə. Ona görə biz bu xassədən istifadə eləyərək bu sualın həllini araşdıraq. Deməli, bu sualın izahı haqqında belə danışmaq olar ki, burada bir-birini döndürən 3 dişli çarxın dişlərinin sayının cəmi 52-dir. Dişlərinin sayı ilə dönmə tezliyi, periodu deyək ki, tərs mütənasib asılı olur. Və ondan yola çıxaraq, məsələn, mən burada diş sayını, yəni çaxda diş sayını tutalım ki, A, B, C-dən işarə eləsəm, sonra dönmə sayını deməli, böyük çax 2 dəfə, orta ölçü çax 5 dəfə, kiçik ölçü çax 6 dəfə dönürsə, dönmə sayını mən 2, 5, 6 eləsəm. Deməli, burada bir-birindən tərs mütənasib asılı deyirik axı. Biz onda A-nın B-yə, onun da C-yə nisbəti 2-də 1-in 5-də 1-ə, onun da 6-da 1-ə nisbətinə bərabər. Çünki çarxın, bayaq dediyim kimi, val məsələsində, çarxın diş sayından çarxın dönmə tezliyi bir-birinə tərs mütənasibdir. Məsələn, ümumi məxrəcə gətirsək, ümumi məxrəcə gətirəndə buradan olur ki, A böl B böl C, 2, 5, 6-nın ümumi məxrəci nədir? 30. 30-dursa, buranı 15-ə vururam, buranı 6-ya vururam, buranı 5-ə vururam. Bunda olur 15 böl 6 böl 5. Sonra, bunların cəmi 52-dir. Cəmi 52-dirsə, deməli 15K, üstə gəl 6K, üstə gəl 5K, bərabərdir 52-yə. 21, bu da 5, 26K bərabərdir 52-yə. K bərabərdir 2. K-nı tapdıq 2. Böyük çarxın diş sayı. Böyük ölçü çarx 2 diş sayı. Böyük ölçü çarx üçün diş sayı nə demişik? 15 demişik də, diş sayı 15-dir. Bunda 15-i vurarıq. Bizdən böyük ölçü çarxın dişlərin sayını soruşur. Bəli, 15-i vurarıq 2-yə. 30 dənə diş olur, cavab olur E variantı. Qəşəng məsələdir. Keçdik 4-cü suala. İfadəsinin qiymətini hesablayın. Sıx düşən suallardandır. Yəni çətin sual da deyil. 2 vur 5 yazaram, bu 10-u. 48-i yazaram. Ya da bir kökün altında yazmaq olarmı? Burada nisbətən biraz cəzgəsiz düşüb. Düşünürəm ki, bu ortada hasildir. Bu yazaq görək belə bizə problem yaratmayacaq. Tam düşməyib, çıxma və ya vurma olduğunu bilmirəm. Deməli, bunu gəlin bir kökün altında yazsam da olar əslində. Belə deyək. Heç onu o formada yazmayaq. Gəlin belə yazaq bunu. Bax, mən kök altında 10-u yazıram. Vurulsun. Ona 48 yazıram, kök altında 16 vur 3 kimi. 30'da yazıram, kök altında 3 vur, kök altında 10 kimi. Vurma da ehtimal ki, 10-10'a vuranda 10. 16'dan kök çıxır, 4 kök altında 3. Kök altında 3'dən kök altında 3 çıxır. 40 vur 3, 120. Bəli, vurmalı cavab olur B variantı. Deməli, 5'də A, A, B, C birləşməsi olduğuna görə aşağıdakilərdən hansı həmişə doğrudur? Bax, gəlin belə deyək. 2 dənə məsələn çoxluq çəkək. Bunu belə deyək. Bunu biraz kiçildək. Biraz səliqəli olsun. İndi A-da A, B, C-dir.
B-də ABC, D-Y. Deməli B çoxluğu üçün D-Y təkdir. A, B, C. Belə bir şey yazaq. Məsələn, söhbət həmişə doğrudur deyirsə, biz bilmirik də bunun kəsişməsində bu ABC-dən ortaq var, neçəsi var. İndi onları cavablar üzərində yoxlamaq lazımdır. Belə deyək ki, bu indi hansı həmişə doğrudur? Məsələn, A-dan B-ni çıxanda aşağıdakilərdən hansı həmişə doğrudur? Deməli, D deyir, A-dan B-ni çıxanda D-ni verir. A-dan B-ni çıxanda D-ni verir. Yəni, doğru olmaya da bilər. D, B-də ola da bilər. O məsələ var. Yəni, doğru olmaya da bilər. Burada ehtimal ki, E çoxluğudur. B-dən A-nı çıxanda E verir. İndi, B-dən E-ni çıxanda E-ni verir. Yəni, ortaq deyil. D-dən E birləşmədən yaranıb da. Çünki ən azından ABC-ni görürük ki, A çoxluğundadır. A çoxluğundadır. Amma A-dan B-ni çıxanda D-ni verə bilmir. B-dən A-nı çıxanda E-ni verə bilər. Digərlərinə baxaq. A-dan B-nin kəsişməsi A-dır. Həmişədirmi? Həmişə olmaya bilər. Bu vəziyyətdə olsa, məsələn, həmişə deyil. A-dan B-nin kəsişməsi C-ni verir. Həmişəmi? Burada söhbət həmişədən gedir. Həmişə olanda biraz sualdan ehtiyatlı olmaq lazım. C-ni həmişə verirmi? Yenə də bu vəziyyətdə olsa həmişə verməz. Yenə də B-dən A-nı çıxanda B-ni verir. Xeyr, bu da B-dir. Deməli, cavab olur. Bax, B-dən A-nı çıxanda, uşaqlar, B-dən A-nı çıxanda sənə bu hissəni verməlidir. Kəsişən hissəni nəzərə almırsan, bax, bu hissəni. İndi sən bir dənə bura bax görək. C çoxluğu A-da var. Sən nətər B-dən A-nı çıxıb C-nin çoxluğunu ala bilərsən? Ona görə burada cavab olur B variantı. Yəni, E çoxluğu B-dən A-nı çıxanda həmişə doğrudur. Gəldik tənli əsləmi X plus Y cəmini tapın deyir bizə. Mən, deməli, tənliyim budur. 2x üstə gəl Y bərabərdir 4. 3x çıxılsın 2y bərabərdir. Mənfi 15. Mən buranı vururam 2-yə. 2-yə vursam, tənliyim olar belə 4x üstə gəl 2y bərabərdir 8. 3x çıxılsın 2y bərabərdir. Mənfi 15. Alt-alta toplayıram. 7x bərabərdir. Mənfi 7x bərabərdir. Mənfi 1. X-i tapdıq. Gətirib yerinə qoyuram. Mənfi 2 üstə gəl y bərabərdir 4. Y bərabərdir 6. X-i mənfi 1, Y-i 6 tapmışıq. Cavab eləyir 5. C variantı. Kiloqram X manat olan şəkər tozunun qiyməti 60% artarsa X manata neçə kiloqram şəkər tozu almaq olar? Belə deyək ki, məsələn, sən fikirləş ki, sən 10 kilo şəkər tozu aldısan və tozunun qiyməti 60% artar. Məsələn, alırsan, tutalım ki, 10 manata. 10 kilonu alırsan 10 manata, verirsən 100 manat. İndi şəkər tozunun qiyməti 60% artdı. Yəni, oldu artıq 16 manat. 16 manat oldu. Deyir, X manata, kiloqramı X manata olan şəkər tozunun qiyməti, kiloqramı X manata olan şəkər tozunun qiyməti 60% artdısa, X manata neçə kiloqram şəkər tozu? X manata, yəni, əvvəl 10 manat deyildi. İndi 10 manata neçə kilo şəkər tozu ala bilirsən? Onu 10 manata əvvəl 1 kilo ala bilirdinsə, tutalım ki, indi artıq 10 manata ala bilərsən, yəni 16 manatdır da artıq. Artıq 16 manatdır. Nə qədər ala bilirsən? Məsələn, 10 manata idi kiloqramı. İndi həmin o 10 manata şəkər tozundan sən ancaq 600 qram ala bilərsən də. Çünki 60% artıq olur, cavab C variantı. 8-də belə eləyirmi? 10 manata bir dəqiqə 10-da 16 biraz diqqətli olaq. 10 manata 16 manatdan bir dəqiqə səbirli olun uşaqlar. Deməli 5 8 bir dəqiqə yox, burada sərf eləməyək. 5-i bölsək 8-ə 0 dəfə 0, 50-də 7 dəfə
7, 8, 56, 40'da da 5 dəfə. Bir dəqiqə. Uşaqlar, biz burada deməli bu hissədə sərf eləmişik də. Bu hissədə sərf eləmişik. Deyirəm axı. Yəni bu cavab da bu hissədə sərf eləmişik. Biz artıq əvvəl məsələn tutam şəkər tozunun məsələn qiyməti 10 manat idi. İndi olub 16 manat. Burada bizə deyir ki, x manata, yəni 10 manata neçə kiloqram şəkər tozu? Artıq şəkər tozunun qiyməti 16 manatdır. Onu bölməliyim 16-ya. 5, deməli 8. Burada 5-də 8 0 dəfə 0, 50-də 8, 6 dəfə 6-da 8, 48, 20-də 2 dəfə 2-də 8, 16, 16, 40-da da 5 dəfə. 625 olur cavab D variantı. Belə. Diqqət tələb olunan suallardır bunlar biraz. Ona görə biraz diqqətli olmaq lazımdır. Gəldik 8-ə. Aşağıdakı təkliflərdən hansılar doğrudur? Bax, burada həmişə sözü yoxdur. Yəni doğrudur deyirsə, doğru ola da bilər, olmayır. Amma həmişə deyəndə artıq sən orada inkar nəzərə alınmamalıdır. Məsələn, qarşılıqlı bucaqların cəmi 180 dərəcə bərabərdir. Bax, qarşılıqlı bucaqların cəmi 180 dərəcə bərabərdir sözü var. Bərabər ola da bilər, olmaya da bilər. Digərlərinə baxaq. Nə deyir? Bir-birinə bərabər. İki paralel düz xəttin, üçüncü düz xətlə kəsişməsini alınan daxili çarpaz bucaqlar bir-birinə bərabər. Daxili çarpaz bucaqlar bir-birinə bərabər. 200% doğrudur. İki paralel düz xəttin üçüncü düz xətlə kəsişməsindən alınan uyğun bucaqların cəmi 180 dərəcə bərabər. Uyğun bucaqlar hansılardır? Məsələn, bu bucaqdan, bax, bu bucaq uyğun bucaqlardır. Uyğun bucaqlar. Bu uyğun bucaqlar 180 dərəcə bərabər deyil axı. Biri-birinə bərabərdir. Deməli 3 də yanlışdır. Uyğun tərəflər perpendikulär olan bucaqlar biri-birinə bərabər ola bilməz. Uyğun tərəflər perpendikulär olan bucaqlar biri-birinə bərabər ola da bilər. Hətta paralel ola da bilər. Bax, biri-birinə bərabər ola da bilir. Bərabər ola da bilir və cəmi 180 dərəcə ola da bilir. Amma deyir, ola bilməz. Ona görə 4 də yanlışdır. Burada indi məsələ var ki, bax, qarşılıqlı bucaqların cəmi 180 dərəcə bərabərdir. Ya bu sualda yazılma aşağıdakı tərəflərdən hansı həmişə doğrudur? Bax, həmişə doğrudur. Çünki qarşılıqlı bucaqların cəmi 180 dərəcə bərabər ola bilər. Əslində qonşu bucaqların cəmi 180 dərəcə bərabərdir. Yəni bu variantı da səhv kimi götürəcəm. Burada cavabım mən əslində yalnız 2 kimi götürəcəm. Amma şərt olaraq həmişə sözü burada yoxsa qarşılıqlı bucaqların cəmi 180 dərəcə bərabər ola da bilər. Olmaya da bilər. Yəni məsələ burasındadır. Aydın oldu. Ona görə məsələn bunun cavabın yalnız 2 kimi 100% doğru olan 2'dir. Amma 1-2 də cavab kimi götürmək olar, yəni ən çətin vəziyyət. Çünki qarşılıqlı bucaqların cəmi 180 dərəcə bərabər ola bilər. Niyə olmasın, qarşılıqlı bucaqdır. Bu da 90'dır, bu da 90. Cəmi 180 deyil. Ola bilər. Ona görə orada ya həmişə sözü olmalı idi. Olsaydı daha yaxşı olardı. Məsələn, tutam ki, 3'ü bilirik ki, 2 paralel düz xət, 3-cü düz xətin kəsişməsində alınan uyğun bucaqların cəmi 180 dərəcə bərabər. Uyğun bucaqların cəmi 180 dərəcə, bax, 180 dərəcəyə bərabərdir. Yenə də 180 dərəcə bərabər ola da bilər. Bura bax. Uyğun bucaqlar cəmi 180 dərəcə bərabər ola bilmir ki. Ola bilir. Ola bilir. Məsələn, yeri gələndə biz 3'ü də düz götürə bilərik, 1'i də düz götürə bilərik. Amma burada həmişə sözü olsaydı çox gözəl olardı. Ona görə bunun cavabını 2 kimi götürəcəkləri ehtimal ki. Amma orada həmişə sözü olmalı idi. Gəldik 9-cu suala. Biraz yəni münaqişəli sualdır. A kvadrat vur B kubu kiçikdir 0, A çıx B kiçikdir 0 olarsa hansılar doğrudur? Heç nə. Aşağıdakilərdən hansılar bərabər? Deməli, bax biz A kvadrat, A mənfi də olsa, müsbət də olsa ifadə olaraq müsbətdir. Bəs B kubu mənfidir ki, bunların hasili mənfilikdir. Deməli, B-ni biz tapdıq ki, 0-dan kiçikdir. Bəs A çıxsın B nədir? 0-dan kiçikdir. Sən fikirləş.
A-nı yeni bir müsbət ədəd qoyub, B-ni yeni bir mənfi ədəd qoysan, bu sıfırdan böyük bir ədəd eləyər. Hə, deməli buradan biz bilirik ki, A da sıfırdan kiçikdir. Aydın oldu. Məsələn, A üstə gəl B. Modul nədir? Modula baxırıq ki, modulun işarəsi mənfinin üstə mənfinin gələndə mənfili, modulun içərisi mənfidir. Bəs A çıxsın 1 nədir? Deməli, A çıxılsın 1. A çıxılsın 1. Bax, burada da bir məsələ var ki, A çıxılsın 1-ə biz müsbət və ya mənfi. Məsələn, burada A kiçikdir B-dən olur. A kiçikdir B-dən olur. Məsələn, A çıxılsın 1 ifadəsi A mənfidir, B də mənfidir. Bəli, bu ifadədə mənfi olur. Bax, bu modulun içərisində mənfi olduğuna görə biz bilirik ki, modulun içərisində mənfi olana qabağına bir dənə mənfi atıb açırıq. Bunun da qabağına bir dənə mənfi atırıq. Bərabərdir. Bura olur belə. Burada olur belə. Bunlar getdi. Qalır mənfi B çıxılsın 1. Cavab olur C variantı. Onda ABC üçbucağının A-nın qarşısındakı A tərəfi, B-nin qarşısındakı B tərəfi, bir dənə üçbucaq çəkək. Deməli, ABC üçbucağında A-nın qarşısındakı A tərəfi. Bucaq A-nın qarşısındakı A tərəfi, B-nin qarşısındakı B tərəfi, C-nin qarşısındakı olsun C tərəfi. Yazır ki, bucaq A bərabərdir bucaq B-yə. Bax, bucaq A, bucaq B-yə bərabərdir. Deməli, buradan belə çıxır ki, A bərabərdir B-yə. Bərabər yanlı üç bucaqda oturacaq iki bucaqlar bərabərdə. Kiçikdir C-dən. Kiçikdir C-dən. C-dən kiçiksə, deməli, C tərəfi də böyük olmalı. Yəni, böyük bucaq qarşısında böyük tərəf durur. Ona görə olur A bərabərdir B. Aşağıdakilərdən hansı yanlışdır, deyir. Yəni, yanlışa baxaq. A C-dən kiçikdir. Bu doğrudur. A B-yə bərabərdir. Bu da doğrudur. A C-yə bərabərdir. Xeyr. A C-yə bərabər deyil. Cavab olur C variantı. B C-dən kiçik doğrudur. E doğru. Cavab olur C. X və Y natural ədədlərdir. X bərabər 5Y olarsa aşağıdakilərdən hansı həmişə doğrudur? Baba görürsünüz. Həmişə söz var burada. Natural ədədlər, yəni müsbət ədədlər. Bunda avtomatik olaraq X böyükdür Y-dən. Bu aydın məsələdir. X bu Y tək ədəddir. Tək ədəddir deyir ya. Məsələn, həmişə doğrudurmu? Xeyr, məsələn, X-in yerinə mən tutam, Y-in yerinə 2 qoysam, X olur cüt. Bu deməli həmişə doğru deyil. X üstə Y tək ədəddir. Bunu doğru demək olarmı? X üstə Y tək ədəddir. Məsələn, X-in yerinə mən 2 qoyuram. 2 yox. X-in yerinə 2 qoya bilmirəm. Y-in yerinə tutalım ki, 2 qoyuram. X olur 10. Bu cütədə də olur axı. Bu da doğru deyil. Məsələn, Y-in yerinə 2 qoyanda X olur 10. Düzdür? Cütədə olur. Y üstü X cüt ədəddir. Yəni ki, Y üstü bu da cüt ədəddirmi? Cütədə də oxşuyur. Amma tək qoysaq necə olacaq? Məsələn, Y-in yerinə 1 qoysam, X olur 5. 1 üstü 5. Tək ədəd oldu. X üstü Y cüt ədəddir. Yəni X 10 olanda Y 2 olmuşdu. X'in yerinə 3 qoysam, Y-in yerinə 3 qoysam tutalım ki, X nə olur? 15 cüt ədəd olur. Bəli, D variantıdır doğru olan. 12-də ABC üçbucağında BD həm tənbölən, həm də mediandır. Bax, ABC üçbucağında B təpəsindən, dəfələrlə demişəm dərs zamanında da, B təpəsindən, yəni təpə nöqtədən çəkilmiş hündürlük tənbölən həm də mediandırsa, deməli həm də hündürlükdür və əlavə olaraq da ən azından bərabər yanlıdır. Bərabər tərəfli də ola bilər, ən azından bərabər yanlıdır. DBC üçbucağının perimetri. DBC. Məsələn, bura A'dır, bura A'dır, bura C'dir, burada C. Belə deyək də, bölək. DBC üçbucağının perimetri 49. Yəni, bu BD-nin yerinə H yazıram. H üstə gəl, A üstə gəl, C 49. BD 21. BD-ni verib 21. BD-nin yerinə yazaq.
21. 21 üstə gəlinsin. ABC üçbucağın perimetrini soruşur. Buradan A üstə gəl C nə olur? 49-dan 21 çıxanda deməli 8, 2, 28. Onda olur ki, A-nın üstünə A gələndə ABC'nin perimetri 2A üstə gəl 2C. Və sam 2 mövzusu xaricində çıxarsam A üstə gəl C 2 vur 28. Cavab eləyər 56 C variantı. 13-də tənliyini həll edin. İfadəni vuraq açaq görək. Bizə nə verir? Deməli 2-də 1 x çıx 2-də 1 üstə gəl 2-də 3 x üstə gəl 2-də 3 bərabərdir 9-a. 2-də 1 üstə 2-də 3 gələndə 2-də 4 x 2-də 4 x üstə gəlinsin 1 bərabər 9-a. 2-də 4 x deməli olur nə? 2x bərabər 8x bərabərdir 2-yə. B variantı. Südün kütləsinin 6'da 1 südün kütləsinin 6'da 1 hissəsi qədər qaymaq. Yəni südün kütləsi olsun bir x. Bax, südün çəkisi. Südün kütləsinin 6'da 1 hissəsi qədər qaymaq. Qaymağın kütləsinin 7'də 2 hissəsi qədər kərə yağı alınır. Aha. Qaymağın kütləsi nə idi? Deməli, qaymağın kütləsi, bu qaymaq. Qaymağın kütləsi x vurulsun 6'da 1 deyildi. Bunun da 7'də 2 hissəsi qədər kərə yağı alınır. Düzdür? Yəni kərə yağı südün kütləsinin bunlar getsə 3 qala 3 7 21'də 1'idir. 21'də 1'i olur kərə yağı. 3 kiloqram kərə yağı əldə etmək üçün neçə kiloqram süd lazımdır? Kərə yağın yanına bir dənə 3 qoyaq. 3 bərabər x vurulsun 1 bölü 21. X bərabər 3 kere 1 3 3 kere 2 6 63 kiloqram süd lazımdır. İfadəsinin qiymətini tapın. Baxın uşaqlar. Bu suallarda kvadratdan kök apara bilərsən, amma unutma. Həmin ifadəni modulda çıxartmalısın. Buranı kvadratdan kök aparırsan, həmin ifadəni modulda çıxartmalısın. Niyə modulda? Deyirəm, ümumiyyətcə, cüt dərəcədən qüvvətlə kök apara bilərsən, amma modulda çıxartmalısan ki, çünki kökün altından cüt dərəcədən mənfi də çıxa bilməz axı. İndi 4-dən kök altı 2'ni çıxanda modulun içərisində müsbətdir. Amma 1-dən kök altına 2'ni çıxanda kök altına 2'dən təxminən kök 1 tam 4 nə qədərsi? Deməli, buradaya modul mənfidir. Bayaq səsləndiyim ki, əgər modulun içərisi mənfidirsə, bax, modulun içərisi mənfidirsə, qabağına bir dənə mənfi atırsan. Bax, bu olduğu kimi açılır. Bunun qabağına bir dənə mənfi atan kimi avtomatik olur. Kök altına 2 çıxılsın. 1 kök altına 2'lər getir. 4'dən 1 çıxanı cavab eləyir. 3D variantı. Çox hədisini standart şəklə gətirin və əmsallar hasilini tapın. Misal yəqin ki, belədir. A kvadrat B biraz nisbətən zəif oxunur. Biraz çətin olacaq bu. AB kubu çıxılsın 2A. Şəklə gətirin və əmsallar hasilini tapın. Bu tam oxunmur. Buranı B kubudurmu, B kvadratdırmı? B kvadratına oxşuyur. B kvadrat yazaq, belə baxaq görək. Amma tam oxunmur uşaqlar. Səhv gedə bilər sualımız. Ona görə biraz nisbətən diqqətli olmaq istəyirəm mən. Yox, sual tam oxuya bilmədim bunu. Nəsə 5A kvadrat B, 2A kvadrat B nə eləyir? 3A kvadrat B. Əmsallar hasilini tapın. Sonra A kvadrat B olduğu kimi qalsın. Bu da eləyər 5AB. 3'ü 5'e vuranda 15, mənfi 1'e vuranda da mənfi 15. B yazıram, amma tam misal həlli oxunmadığı üçün ona görə uşaqlar yəni dəqiq cavab olmaya da bilər. Yəni mən yazdığımda tam, çünki misal görürsünüz ki, oxunmur. 17-də mərkəzləri ABC olan 3 çevrənin bir-birinə xaricdən toxunur. PABC 45. Bax, gəl belə deyək. Mərkəzləri ABC olan, buranı mən yazıram, tutalım ki, R,
buranı bunu burada yer olur. Buranı böyük yer yazıram. Buranı da böyük yer. Buranı yazıram bir x radiusu. Yazıram x. Aydın oldu yəni. Avtomatik olaraq r üstə gəl r 2r üstə gəl böyük 2r üstə gəl 2x. Cəmi nədir? 45 ABC-nin cəmi. Çevrələrin radiusları nisbəti, radiusların nisbəti verib. 2, 3, 4. Yəni 2-ni 2-yə vuranda, bax r-in yerinə elə ki 2K-dır. Böyük yerin yerinə 3K-dır. Üstünə yəni fərq yoxdur. Hamısından olsa eyni saydadır. 4K-dır. 2-ni 2-yə vuranda 4K, 6K, 8K bərabərdir 45-ə. 4, 6, 10, 18K bərabərdir 45. K bərabər 9 ixtisar geçsə, burada 2 qalar, burada 5 qalar. K bərabər 2,5. Məndən böyük yəqin ki 4K olar da. 4-ü vuraram 2,5-ə cavab eləyər 10. C variantı. İfadəsinin qiymətini hesablamaq sonsuza kimi gedən bir ifadədir. 35 dənə. Yəni bunu bir-bir hesablamayacaq ki bunu. Bəs nə edək? Bax 1 üstəgəl 2-də 1 nədir? 2-də 3. 1 üstəgəl 3-də 1, 3-də 4. 1 üstəgəl 4-də 1, 4-də 5. 1 üstəgəl 5-də 1, 5-də vurmadı ortada. 6 nöqtələr gedir, vurulsun. Sonda da 1 üstəgəl 35, 35-də 36. Bunları mən bir kökün altına sala bilərəm, dərəcələr eynidir. 3'lər gedir, 4'lər gedir, 5'lər gedir, 6'lar bu formada gelecek. Çünkü burada 35'te 34 qalacaq. Sonda qalır kök altında 36 böl 2'yə. Bu da nə eləyir? Kök altında buradan yazın bunu. Bu da eləyir. Deməli, kök altında 18. Kök altında 18'i də 9 vur 3, 2 kimi yazsam 3 kök altında 2 olar. C variantı. İfadəsinin qiymətini hesablayın. Deməli, bunu nisbətən biraz sadələşdirmək lazımdır. Bax, mən birinci bu ifadədən x-i çıxardıram. Qalır a çıxsın b. Bu ifadədən y-i çıxardıram. Yenə qalır a çıxsın b. Sonra hər ikisindən a çıxsın b-ni çıxardıram. Qalır x plus y. A nədir? 4/6. B nədir? 1/6. 4/6-dan 1/6 çıxanda nə qalır? 3. X nədir? 2,24. Y nədir? 5,76. 2,24-ün üzərinə də 5,76 gəlsən 10, 10, 8. Olar 8. Cavab eləyər 24. Bunu düz deyil, yerinə qoyub da hesablaya bilərsən. Amma o sizə çox vaxt aparar. Çünki onluq kəsilən vurulmasıdır. Tənasüb. Orta ədlərin hasili kənar ədlərin hasilinə bərabər. 6'ın 3'ə vuranda 18 bərabər 2 qız. X də bərabər olur 9 D variantı. Dövr onluq kəsri adi onluq kəsrə çevrilməsindən A rəqəmi aşağıdakilərdən hansına bərabərdir? Qarışıq dövr onluq kəsri nə olur? 90'da 50 çıxılsın 5. 50 yox, 50 deyil o. A'dır, A. 5A çıxılsın 5. Bərabərdir 45'də 23. Bunu mən 2'yə vuraram ki, məxrəc nəyə gəlsin? 90'a. Bunlar gedər onda. Onda qalar 5A çıxılsın 5 bərabərdir 46'ya. 5A bərabər 46 üstünə 5 gəl nə eləyir? 51. Onda A nə olur? 1. A variantı. Bir qrup şagird parkdakı oturacaqlarda 5-5 otururlarsa 20 şagirdə yer çatmır. 7-7 otururlarsa 14 oturacaq boş qalır. Bu qrupda neçə şagird var? İndi məsələn tutalım ki bir qrup şagird parkdakı oturacaqlarda belə bir oturacaqdır. Sən fikirləş 5-5 otururlarsa, məsələn 1, 2, 3, 4, 5 belə 5-5 otururlarsa 20 şagirdə yer çatmır. 7-7 otururlarsa 14 oturacaq boş qalır. Bu qrupda neçə şagird var? Əslində biz bunu ümumi hesablara gətirib də məsələn bax 5x üstə gəlinsin 20 şagird 5-5 otururlar da 5x üstə gəl 20 şagird məsələn hər hansı bir A'ya düzdür 7-7 otururlarsa 7x şagirddə tutam ki şagird 14 oturacaq boş qalır. 14 oturacaq boş qalır. Deməli tutalım ki bax
5-5 otursalar 5 vur şagirdin sayı 20 şagirdə yer çatmır, oturacaqların sayına bərabər olur. Deməli uşaqlar, burada biz dedik də məsələn bu A şagirdlərin tutalım ki sayı oldu. Sonra deyir ki burada 7 otursa 14 oturacaq boş qalır. Yəni 7 kız çıxılsın, deyək ki 14 yenə şagirdlərin sayını verir. Şagirdlərin sayı eynidir də 5 kız üstə gəlsin 20 bərabər 7 kız çıxılsın 14. Nə eləyir buradan? 2x bərabər 34, x bərabər 17. X bərabər 17. 5'i 14'e vursak üstüne 20'ni gelsək. X bərabər 17. Deməli. X bərabər 17. Mən 14'e niyə vurmuşam bunu? 17. 85 üstə gəlsin 20. 105. Yəni 105 cavabı yoxdur da. Bu qrupda neçə şagird var? Bax indi burada bir məsələ var. Bizim burada tapdığımız bu 17 əslində ümumi elə bir ki məsələn bir skameykada deyək ki skameykaların sayıdır da burada oturacaqların sayı deyil. Burada insan amili olduğu üçün yəni üst-üstə oturmayacaqlar və yaxud da ki yəni əşya olsa üst-üstə qoya bilərsən. Amma burada insan amili olduğu üçün hər skameykada ümumi hər skameykada belə deyək ki ümumi olarak 6 skamya var və hərəsində də 3 oturacaq olduğu üçün bunu da vururuq 3'ə. Cavab eli 315 olur. A variantı. Məktəbdəki şagirdlərin sayı müəllimlərin sayından 200 nəfər çoxdur. Bu məktəbdəki şagirdlərin sayı müəllimlərin sayının 11 misli olarsa müəllimlərin sayını tapın. Deyir ki, məktəbdəki şagirdlərin sayı müəllimlərin sayından 200 nəfər çoxdur. Məsələn, məktəbdə şagirdlərin sayı olsun x, müəllim sayı olsun y. Deyir, məktəbdəki şagirdlərin sayı müəllimlərin sayından 200 nəfər çoxdur. Yəni y plus 200. Bu məktəbdəki şagirdlərin sayı müəllimlərin sayının 11 misli olarsa, eyni zamanda da 11 vur y-də yaza bilərik. Yəni elə bir saydır ki, həm 200 nəfər çoxdur, həm də 11 vur y-ə, yəni 11 mislinə bərabər. Müəllimlərin sayını tapın. Bizdən y-i soruşur. Mən x-in yerinə gətirib 11 y qoyaram. Bax, burada x-in yerinə 11 y qoyaram. Bərabərdir y plus 200. 10 y bərabər 200. Y də bərabərdir, deməli 20 olur. 20 müəllim. İfadəsinin qiymətini tapın. Burada x minus 1 bölünsün x'in kvadratı çıxılsın 4 vurulsun x çıxılsın 1 bölünsün x üstə gəlinsin 4 bərabər 0. Bax x çıxılsın 1 bölünsün x-a bir t deyirəm. Bir a deyirəm. Fərqi yox. Bir a dinə. Onda olur belə a kvadrat çıxılsın 4a üstə gəl 4 bərabər 0. Düzdür? Bu nə deməkdir? A çıx 2'nin kvadratı bərabər 0. A bərabər oldu nəyə? 2'ye. A 2'ye bərabər oldusa buradan x kvadrat üstə gəl 1'in kvadratı. Bax bu ifadəni mən kvadrata yüksəltsəm, A-nı da yüksəltməliyəm kvadrata. Olar belə x kvadrat üstə gəlsin. Deməli 2 vurulsun x vurulsun 1 böl x üstə gəl 1 böl x'in kvadratı bərabər A-nın kvadratı 2'nin kvadratı eləyir 4. X'lar gedər. X kvadrat üstə gəlsin 1 böl x kvadrat bərabərdir. Bu 2'ni keçirsəm, 4'dən 2 çıxsam 2. Bizdən ifadənin qiymətini soruşur, cavab olur 2. O mərkəzi çevrədə C, A, D. Bax bura. 8x çıx 40 dərəcə. CBD 5x üstə gəl 5 dərəcə olarsa CND qövsünü bizdən soruşur. Eyni qövsə söykənən daxili bucaqlardır. Eyni qövsə söykənən daxili bucaqlar biri-birinə bərabər. Yəni 8x çıxılsın 40 bərabərdir 5x üstə gəl 5'ə. Olur 3x bərabərdir 45. X bərabərdir nə? 15 dərəcə. Apaq birində yerinə qoysam, məsələn 5 vurulsun 15. Bax bunda yerinə qoyuram. Üstə gəlsin 5. 5 15'ə vurun 75. Üstünə 5 gələndə 80. Daxili bucaq oldu 80. Daxili bucaq 80'dirsə söykəndiyi qövs onun 2 mislinə bərabər olur. 160 dərəcə.
Ədəd oxunda -1 və 7 ədədlərinin eyni məsafədə yerləşən ədədi tapın. Bax. Bir dənə ədəd oxu çəkək. Ədəd oxunda -1 və 7 ədədlərindən eyni məsafədə yerləşən ədəd tapın. Eyni məsafədə nə deməkdir? Ədədi ortasını tap deyir də bizə. 6/2 3. Bax 3 -1-dən də 4 vaid məsafədədir. 7-dən də 4 vaid məsafədə. Cavab olur 3. Ədədi ortasını tap deyir. Cəmi 14 olan x və y ədədləri üçün uyğunluğu müəyyən edin. Əla. Cəmi 14. Bax x plus y 14-dürsə, x minus y 12 həllinə baxaq. Sistem tənlik qursaq. 2x bərabər, vaxt aparan bir sualdır. X bərabər 13, bu sualın yerinə əlavə bir sual sala bilərdilər, istəsələrdi. 1, 2, 3. X 13-dürsə, y olur 1. Bax, x 13, onsuz da x-i verib təkcə 1-ə a uyğundur. Sonra buranı silək. Digərinə baxaq. X plus y 14. X çıx y 8. Yenə də sistem tənlikdən 2x bərabərdir 22. X bərabərdir 11. 2-yə c. Bu hissəni yenə silək. Bura artıraq. X minus y bərabər 4'ü 2x bərabər 18. X bərabər 9. Şöyle olur D. Uyğunluq olur bu formada. Deməli, gələk 28-ci suala. İki paralel düz xəttin. İki paralel düz xətt. Üçüncü düz xəttə kəsişməsindən alınan xarici bir tərəfli. Alınan xarici bir tərəfli bucaqların fərqi cəminin bax, xarici bir tərəfli bucaqlar alfa ilə beta bucaqlardır. Alfa beta bucaqların cəmi 180-dir. 180 dərəcədir. Bunu bilirik. Alınan xarici bir tərəfli bucaqların fərqi cəminin hissəsinə bərabərdir. Fərqi də alfa çıx beta deyil, fərqi cəminin cəmli 180 dərəcədir. Cəminin yəni 180 dərəcənin bu hissəsinə bərabərdir. Bunu onluq kəsə çevirsəm nə olur? 90-da 48 çıx 4. 44. 90-da 44. Bu bucaqların kiçiyini tapın. Deməli, bunlar gedər 2. Alfa çıx beta onda nə olur? 88. Alfa çıx beta 88 dərəcədirsə 2 alfa bərabərdir 8. 8'in 8 16. Bura oldu 2. 268. Alfa olur 13 134. Kiçiyini soruşur. Alfa 134 ise beta 180'den 134 çıxanda deməli 46 dərəcə. Beta olur 46 dərəcə. 29. K-nın hansı qiymətinə tənliklər sisteminin həlli olan x və y ədədlə hasilin ən kiçik qiymətini tapın. Deməli, mən ikinci bax bu tənliyi götürürəm. X bərabər 1 üstəgəl y yazıram. Aparıb ikinci tənliyi yerinə qoyuram. 2 vurulsun. 2 vurulsun. 1 üstəgəl y çıx 3y bərabərdir mənfi k. 2 üstə gəlsin 2y çıx 3y bərabərdir mənfi k. 2 çıx y bərabərdir mənfi k. Deməli y bərabərdir nə olur? 2 üstə gəl k. Y-i tapdıq. X-i də tapaq. X də bərabərdir. Y-in yerinə 2 üstə gəl k qoysaq 1 üstə gəl 2 üstə gəl burada y-in yerinə qoyuram. K 3 üstə gəl k. Bizdən x vur y ədədlərin hasilinin ən kiçik qiymətini istəyir. Hasil x vur y. X-in yerinə nədir? 3 üstə gəl k. Y-in yerinə nədir? 2 üstə gəl k. Vuraq açaq bunu. 3 2-yə vuranda 6 üstə gəlinsin 3k üstə gəlinsin 2k üstə gəl k kvadrat. Bu da eləyir deməli k kvadrat üstə gəl 5k üstə gəl 6. Bax
k kvadrat üstə gəl 5k üstə gəl 6 ifadəsinin ən kiçik qiymətini tapmalıyıq. Ən kiçik qiymətini tapmanın üçün n bərabərdir. Mənfi b bölünsün 2a. Mənfi b-nin yerinə 5-dir, a-nın yerinə 1-dir, mənfi 5-də 2. Belə də qalsın. Bu ən kiçik qiymət deyil ha. Bu ən kiçik qiymət almaq üçün olan bir qiymətdir. Elə vaxt olur ki, deyir ki, ən kiçik qiymətin hansı ədəddə alır? Bu həmin ədəddir. Ən kiçik qiymət tapmaq üçün gətirib bax, burada k-nın yerində bu mənfi 5 bölü 2-ni qoymalısan. K-nın 5 deməli olur mənfi 5 bölü 2-nin kvadratı üstə gəlinsin 5 vur mənfi 2-də 5 üstə gəlinsin 6 bərabərdir. Deməli bu eləyir 25 böl 4, bu eləyir 25 böl 2 üstə gəlsin 6. Bunu da hesablasaq, deməli 4-də 50, 25 çıx. Bunu 2-yə vurmalıyıq da. 50 üstə gəl 6. 4-də 25-dən 50 çıxanda mənfi 25 üstə gəl 24. Bu da elədir. Buradan yazmayaq. Qarışıqlıq olacaq. Deməli. Bu da elədir. 25-dən 24 çıxanda mənfi 1 cavab elədi. Mənfi 4-də 1. Mənfi 4-də 1. Cavab uşaqlar mənfi 4-də 1'dir bunun cavabı. 30'da ispat edin. Deməli, ispat məsələsi. İspat məsələsini uşaqlar bacarın, tam yazın. Çünki ispat məsələsində tam yazılmış ispat məsələsinin düzgün həll kimi götürürlər. Ona görə yəni diqqətli olun. İspat eləyək. Katetlərə AB olan düzbucaqlı üçgən hipotenuzdan çəkilən hündürlük. Məsələn, söhbət bu hündürlükdən gedir. Deməli, hipotenuza çəkilən hündürlük, bu da düzbucaqlı üçbucaqdır. Katetləri AA, hündürlük də olsun H. İspat edin ki, deyir, bu doğrudur. Birinci üçbucağın sahəsindən başlayaq. Məsələn, S bərabərdir, A vurulsun, B bölünsün 2. Digər tərəfdən də bu hipotenuz olsa C. Hipotenuz C'dir. Digər tərəfdən düzbucaqlı üçbucaq hipotenuzu C vurulsun, H bölünsün 2 sahəsi daha doğrusu. Hündürlük vurulsun, hipotenuz bölünsün 2. Buradan S-ləri bərabər eləsəm, A vurulsun B bölünsün 2 bərabərdir. C vurulsun, H bölünsün 2. 2'lər geçsə, A vurulsun B bərabər C vurulsun H. H bərabər olur nəyə? A vurulsun B bölünsün C'yə. Düzdür. Sonra həmin bu ifadənin hər tərəfin kvadrata yüksətsəm, bax bunu da kvadrata yüksətsəm, bunu da kvadrata yüksətsəm, alarıq belə. H kvadrat bərabərdir A kvadrat B kvadrat böl C'nin kvadratına. Eyni zamanda uşaqlar bu B'dir. Çünki AB də katetdir. Eyni zamanda C kvadrat bərabərdir A kvadrat üstə gəl B kvadratı bilirikmi? Gətirib yerinə qoysam A kvadrat B kvadrat C kvadratın yerinə A kvadrat üstə gəl B kvadrat qoyaram. Düzdür? İndi buradan artıq bu hissəni kiçildək. Bu hissəni kiçildək. Yəni bunları artıq bildik də biz. Bu ümumi üçbucaqların xassəsidir. İndi artıq bu ifadanı almışıq. İndi mən gətirib 1 böl H kvadrat bərabər 1 böl A kvadrat üstə gəl 1 böl B kvadratın ortaq məxrəcə gətirsəm A kvadrat B kvadrat B kvadrat üstə gəl A kvadrat olurmu? Buradan da onda H kvadrat bərabər ilə A kvadrat B kvadrat bölünsün A kvadrat üstə gəl B kvadratına. Vəssalam, ispat etdik. Bu belə. Uşaqlar, sınaq haqqında fikir bildirim. Sınaq çox gözəl suallar var idi burada. Yəni 9-cu siniflər üçün, yəni blok imtahanına uyğun olaraq çox qəşəng suallar var idi. Düzdür, bir dənə sual oldu ki, bir dənə yox, bir bu sualı deyək, 8-ci sual nisbətən münaqişəli sual oldu biraz. Yəni orada həmişə sözü dediyim kimi yazılsaydı yaxşı olardı. Çünki bəzi sualları gördünüz ki, məsələn burada həmişə 11-ci sualda həmişə sözü yazılıb. Belə, mən Teymur müəlliməm.
Sağ olun uşaqlar, təşəkkür edirəm sonacan dinlədiyiniz üçün. Hələlik uğurlar.